1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarını Sovet Azərbaycanı filmlərində dövrün tələbinə uyğun olaraq mənfi qəhrəman kimi göstəriblər. Lakin senarist və rejissorlarımız sətiraltı da olsa, onların müsbət tərəflərini, tarixi şəxsiyyət kimi çəkilərini göstərə biliblər. Səməd Mərdanovun 1939-cu ildə çəkdiyi Kəndlilər bədii filmində ilk dəfə Cümhuriyyət dövrü geniş şəkildə göstərilir. Biz bu ekran əsərində Cümhuriyyətin parlament iclasını, üç rəngli bayrağımızı, milli ordumuzun əskərlərini və İsmayıl Osmanlının canlandırdığı Xosrov bəy Sultanovun obrazını görə bilərik. Bu obraz Azərbaycan kinosunda Cümhuriyyət nümayəndələrinin ilk obrazı idi. 1966-cı ildə rejissor Əjdər İbrahimovun çəkdiyi 26-lar bədii filmində hadisələr 1918-ci ildə baş verir. Film 26 Bakı komissarının fəaliyyətini əks etdirsə də, filmə diqqətlə baxan tamaşaçı Nuru Paşanın, Hacı Zeynalabdin Tağıyevin obrazlarını görə bilər. Filmdəki Şahbazov obrazı Tağıyevin prototipidir. Bakıya gələn türk komandanı isə Nuru Paşanın filmdəki görüntüsüdür. Real həyatda da filmdə olduğu kimi Nuru Paşa Tağıyevlə görüşür və onun evində qonaq qalır. Ekran əsərində Azərbaycan Demokratik Respublikasının adı çəkilməsə də, milli hökumətin partiyaları və liderləri sosialist təşkilatların qatı düşməni kimi nümayiş etdirilir. Eyni zamanda 26-lar filmi ilk ekran əsərimizdir ki, filmdə Mart soyqırımı hadisələrindən bəhs olunur. Hətta səhnədə tam olmasa da Azərbaycan himninin melodiyasını eşidirik. Əjdər İbrahimovun digər bir filmində 1971-ci ildə lentə aldığı dövlət xadimi Nəriman Nərimanovun həyatına həsr olunmuş Ulduzlar Sönmür ekran əsərində Cümhuriyyət salnaməsindən maraqlı epizodlara rast gəlirik. Filmdə milli hökumətin hərbi naziri olmuş Səməd bəy Mehmandarovun, artilleriya generalı Əliağa Şıxlinskinin və hərb naziri olmuş Xosrov bəy Sultanovun obrazları yaradılıb. Ən yadda qalan səhnələrdən biri onların ölümdən xilas olma məqamıdır. 1920-ci ildir. Bu iki görkəmli hərbi xadimi güllələməyə aparırlar. Amma möcüzə baş verir. Bu zaman Nəriman Nərimanov insanların qarşısını kəsir və Leninin məktubunu komissarlara təqdim edərək onları ölümün əlindən alır. Biz bu filmdə həmçinin Adil İskəndərovun canlandırdığı Nəsib bəy Yusifbəylinin obrazı ilə qarşılaşırıq. Eyni zamanda bu filmdə üç rəngli Azərbaycan bayrağını və Cümhuriyyətin silahlı qüvvələrinin hərbi paradını görə bilərik. Rasim Ocaqovun 1974-cü ildə lentə aldığı Qatır Məmməd filmində keçmiş müsavat zabitindən nə desən gözləmək olar. Musavat, musavatçılar, General Xoyski ifadələrini eşidirik. Konkret olaraq Azərbaycan Demokratik Respublikasının adı çəkilməsə də, Gəncə quberniyasında bu hökumətin nüfuz sahibi olduğunu görürük. Cümhuriyyətə qarşı vuruşan Qatır Məmməd bir qəhrəman kimi göstərilir. Filmdə Fətəli xan Xoyski obrazını İsmayıl Dağıstanlı yaratmışdı. Xan Xoyskidən başqa Rasim Balayevin oynadığı Cümhuriyyət zabiti Əziz və Cümhuriyyətin Səhiyyə naziri, sonralar Gəncə qubernatoru olan Xudadat bəy Rəfibəyli əsas mənfi rollar kimi göstərilir. Bolşeviklərin nümayəndəsi Qatır Məmməd isə əfsanələşdirilir. Bu ekran əsərində mənfi planda təqdim olunan milli hökumət nümayəndələri əslində Azərbaycan istiqlalının əsl mücahidləri idi. Filmdə qəsdən Cümhuriyyətin imicinə ləkə vuran bir məqamda güya Azərbaycan Demokratik Respublikası parlamentinin baş verən hadisələrə görə Gəncə quberniyasını ciddi cəzalandırmasıdır. Halbuki 23 aylıq ADR hökuməti dövründə hansısa qurumun cəzalanması faktı olmayıb. Necə yəni harda? Danışdıq ki sənlə, çaylıda! 1977-ci ildə Eldar Quliyevin çəkdiyi Sevinç Buxtası filmində hadisələr Azərbaycan Demokratik Respublikasının süqutundan sonra baş verir. Filmdə 1920-ci illərdə dünyada birinci dəniz neft mədəninin salınmasından və Sovet Rusiyasının taleyinin Bakı neftinin hasilatından asılı olduğu tarixi şəraitdən bəhs olunur. Bu ekran əsərinin əsas mesajı budur ki, 1920-ci ildəki iqtisadi böhranın əsas səbəbi bundan əvvəlki hökumət, yəni ADR hökumətidir və bolşeviklər Bakını ona görə tutur ki, bu iqtisadi böhranı aradan qaldırsın. 1981-ci ildə rejissor Arif Babayevin çəkdiyi Birisi gün gecə yarısı filmində az da olsa Cümhuriyyət məsələsinə toxunulur.
Film Azərbaycanda ÇK-nın rəhbəri olmuş Baba Əliyevin həyatından bəhs edilsə də, biz onunla paralel olaraq Nərimanovun həyatından da səhnələr görürük. Filmin bir səhnəsində Cumhuriyyət dövründə dövlət dəstəyi ilə xaricə təhsil almağa göndərilən 100 tələbənin taleyinə toxunulur. Milli hökumət süquta uğradıqdan sonra həmin tələbələrin maddi vəziyyəti çətinləşir. Onlar 1920-ci ildə Maarif Nazirliyinə kömək üçün müraciət edirlər. Nərimanov bu müraciətə dərkənar qoyaraq, onların təhsillərinin davam etməsi üçün təcili olaraq böyük məbləğdə maddi vəsaitin ayrılmasını təmin edir. Sovet Azərbaycanı filmləri arasında Cumhuriyyət dövrünü ən detallı şəkildə göstərən film İşarəni dənizdən gözləyin filmidir. Bu ekran əsərində Azərbaycan Demokratik Respublikası donanmasını, Əks-İnqilabla Mübarizə Təşkilatını, Məhəmməd Əmin Rəsulzadənin xüsusi qiymətləndirdiyi şair Məhəmməd Hadini, Cumhuriyyətin sonuncu iclasını görmək mümkündür. Ceyhun Mirzəyevin 1986-cı ildə ekranlara çıxan filmində hadisələr 1920-ci illəri əhatə edir. Əsas qəhrəman milli hökumətdə təmsil olunsa da, bolşeviklərə gizli xidmət edən Çingiz İldırım Azərbaycan Demokratik Respublikasının hökumətində donanma komandanı vəzifəsini tutur. Hökumətdə etibarlı adam sayılan İldırımın bolşeviklərə gizli xidməti 1920-ci il aprelin 28-nə gedən yolu yaxınlaşdırır. Filmdə Cumhuriyyətin baş naziri Nəsib bəy Yusifbəylinin obrazını Həsənağa Turabov, Səməd bəy Mehmandarov isə Həsən Məmmədov canlandırır. Sonuncu iclas zamanı Nəsib bəyin yanında əyləşən qara kostyumlu şəxs adı çəkilməsə də Məhəmməd Əmin Rəsulzadədir. Real həyatda olduğu kimi, filmdə də bolşevik hökumətinin ultimatumunu parlament üzvlərinə Həmid Sultanov oxuyur. Hakimiyyəti dərhal bolşeviklər partiyasına təslim vermənizi ultimativ şəkildə qarşınızda qoymağı özünə borc bilir. Səməd bəy Mehmandarovun daha bir obrazı Sovet İttifaqı qəhrəmanı Həzi Aslanova həsr edilən Sizi Dünyalar qədər sevirdim filmində yer alıb. Rejissor Rasim İsmayılovun 1985-ci ildə lentə aldığı filmdə Səməd bəyin obrazını Şahmar Ələkbərov canlandırır. Bəy, o təzə padişahın ismi şərifi necə oldu? Müsavat? Müsavat padişah deyil, ay avam. Müsavat təzə hökumətin adıdır. Sovet dövrünün məhsulu olan Od içində və Gözləməni filmlərində Cumhuriyyətin simalarına rast gəlinməsə də, o dövrün bəylərinin dilindən Musavat adını eşidirik. Bəs Musavat? Müsavat hökumətdir bəy, hə? Boş boğazından başqa əllərindən bir iş gəlmir.